Çox sağ olun, hörmətli sədr. Sadiq müəllimə geniş ətraflı məlumat verdiyinə görə təşəkkür edirəm. Qanun layihəsi çox vacibdir, amma bir sıra məqamlarına yenidən baxılmasına ehtiyac var. Bu nöqteyi nəzərdən qeyd eləmək istəyərdim ki, təqdimatçılar qanun layihəsinin qəbulunu vətəndaş məmnunluğunun yaradılmasına gətirib çıxaracağını bildirir. Amma indidən mətbuatda xeyli dərəcədə bu qanun ətrafında narazılıqlar var. Burada deməli, bir sıra məsələlərə aydınlıq gətirilməsinə ehtiyac qalır. Və bunu meyar kimi mən nəyə götürərdim? Azərbaycan Respublikasının normativ hüquqi haqlar haqqında Konstitusiya qanunu və bir neçə sual qaldırmaq istəyərdim ki, bu qanunun konsepsiyası normativ hüquqi haqlar haqqında Konstitusiya qanununda qanuna verilmiş konseptual yanaşmalara cavab verirmi? İkinci məqam yenə də deməli bu qanun konsepsiyası həm də qeyd elədiyim Konstitusiya qanunu ilə bağlı məsələlərdir. Orada qeyd olunur ki, həm qanunun içində, həm də normativ haqların özləri arasında ziddiyyət olmamalıdır. Hörmətli sədr, bu layihədə xeyli dərəcədə ziddiyyətli məqamlar var. Üçüncü məqam yenə də Konstitusiya qanunundan çıxış eləyən zaman, o da ondan ibarətdir ki, bu qanunda oxucu üçün, aydınlıq olması üçün məqsəd funksiyaları mütləq öz əksini tapmalıdır. Burada məqsəd funksiyaları öz əksini tapmayıb. Yalnız təqdimatçılar qeyd edir ki, bu qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks elətdirməsidir. Və növbəti cümlə deyirlər ki, və bu qiymətlərin artmasına təsir göstərməyəcək. Və bu təkcə bu sahədə yox, bu xidmət sahəsində olan adamların çıxışlarında da göstərilir ki, istilikdir, sudur və sair sahələrdə xərclər əhaliyə satdığımız qiymətdən xeyli çoxdur. Buradan belə məntiq çıxır ki, əgər xərclərin dəqiqləşdirilməsidirsə, deməli bu indi olmasa da sonradan növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Və burada həmkarım da qeyd elədi və hansı ölkələrdə bu istiliklə, qazla və s. bağlı bu dərəcədə inhisarlaşmış bir şəraitdə bu üsuldan istifadə olunur. Hansı ölkələrdə bizdəki qədər keyfiyyətdə problem olanda həmin bu təklif olunan üsuldan istifadə olunur. Bu suallar həddən artıq çoxdur. Bir də ki, açıq formada qeyd edirəm ki, nə rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə də Azərsudur, Azərqazdır və s. demək, xərclərini tamamlamaq, bitmək olmayacaq. Növbəti sual çıxır ki, bu yenilikdə qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq? Və bir məsələni mən xüsusi qeyd eləmək istəyərdim ki, hörmətli sədr, burada mən daxil xeyli dərəcədə deputatlar limitlərin aradan qaldırılması, qaza işığa limitlərin aradan qaldırılması, xüsusən dağ kəndlərində yaşayanlar üçün güzəştlərin edilməsi məsələsini xeyli qaldırmışdı. Tərsinə belə bir məsələ gəlib. Və dəqiq məlumatları mən sizə çatdırıram ki, o insanlar qazın pulunu verə bilmədilər. Çünki qış aylarının sayı orada çoxdur. Onlar qazları var, qazdan istifadə eləyə bilmirlər, qazı saxlayırlar. Və odun üstünlüyü. Odun da bahadır. Odun da ala bilmirlər, həyətlərindəki ağaçları kəsirlər. Harda məntiq ki, insan qazın pulunu ödəyə bilmir, qazı bağlayıb, odun ala bilmir, həyətində ağacları kəsir, ona əlavə deyəsən ki, sən işlətməyin qaza görə, deməli, xərc ödəməlisən. Burada heç bir məntiqi mən görmürəm və çox da vaxt almaq istəmirəm. Ona görə hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə